Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün yeni 8-ci sinif biologiya dərsindən heyvanlarda və insanda çoxalma prosesini bölməsindən, deməli birinci bölməyə heyvanlarda qeyri-cinsi çoxalma mövzusunun izahını paylaşacağam. Biz bilirik ki, yer kürəsində çoxlu sayda milyonlarla canlılar var və bu canlılar müəyyən mühit şəraitinə, təsirinə məruz qalırlar, yırtıcıların hücumuna məruz qalırlar. Və yaxud da ki, belə deyək də, qida çatışmazlığından və yaxud da ki, əlverişsiz mühit şəraitinin təsiri ilə, qocalıqla və s. əlaqədar olaraq məhv olurlar, ölürlər və bu canlıların yeri necə belə deyək də, bərpa olunur? Təbii ki, çoxalma sayəsində mümkün olur. Çoxalma iki cür olur: cinsi və qeyri-cinsi çoxalma. Cinsi və qeyri-cinsi çoxalmanın bir sıra fərqli xüsusiyyətləri var. Oxşar cəhəti odur ki, hər ikisi fərdlərin sayının artmasına səbəb ola bilir. Amma qeyri-cinsi və cinsi çoxalmanın bir sıra fərqli cəhətləri də var. Qeyri-cinsi çoxalma, buna cinsiyyətsiz çoxalma deyirik ki, bu zaman qametlər əmələ gəlmir. Amma cinsi çoxalma zamanı qametlər əmələ gəlir. Qeyri-cinsi çoxalma çoxalan orqanizmlər yalnız ana fərdin xüsusiyyətini daşıyır. Amma cinsi çoxalma zamanı qametlər əmələ gəldiyi üçün bu qametlər həm atanın qametlərdir, həm ananın qametlərdir. Ona görə də həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Cinsi çoxalma zamanı yaranan fərdlər ətraf mühit şəraitində daha davamlı olur, daha dözümlü olur. Çünki iki fərdin xüsusiyyətləri birləşir və yeni xüsusiyyətlər yaranmış olur. Amma qeyri-cinsi çoxalma yalnız ananın xüsusiyyətlərini daşıyır və ətraf mühit şəraitində daha davamsız olur. Cinsi çoxalma zəif gedən bir prosesdir, amma qeyri-cinsi çoxalma sürətli gedən bir prosesdir, qeyd edirik. Və müxtəlif canlılar həyat şəraitinə, təsirinə məruz qalıb məhv olurlar və belə deyək də, hər bir canlı çoxalması üçün, məsələn, bəziləri heyvanlarda çoxalmadan danışırıqsa, bəziləri yumurta qoymaqla çoxalır, bəziləri cür döyməklə çoxalır, diri bal doğmaqla çoxalanlar var və s. Və bunlar cinsi çoxalmanın formalarıdır. Amma qeyri-cinsi çoxalmanın formalarını birazdan danışacağıq. Və cinsi çoxalmanın formalarında deyirik ki, bu fərdlər nəsil qayğısına qalırlar və nəsil qayğısına qalmaq onların fərdlərinin, belə deyək də, yumurta qoyubsa, o yumurtadan daha çox, yəni fərdin salamat qalması anlamındadır. Əgər nəsil qayğısına qalmırsa, o zaman ətraf mühit şəraitinin təsirinə məruz qala bilər, yırtıcıların hücumuna məruz qala bilər və s. məhv ola bilər. Ona görə də canlıların bir çox hissəsi nəsil qayğısına qalır. Bəzi canlılarda nəsil qayğısına qalmaq daha yaxşı inkişaf etmişdir. Kitabınızda da Nil timsahlarının nəsil qayğısına qalmaq xüsusiyyətləri qeyd olunmuşdur. Onu da motivasiya hissəsi olaraq oxuya bilərsiniz. Və heyvanlarda qeyri-cinsi çoxalma. Bitkilərdə qeyri-cinsi çoxalmadan A7 sinif dərsində keçmişsiniz, öyrənmişsiniz. Bu bölmədə isə, bu hissədə isə heyvanlarda deməli qeyri-cinsi çoxalmadan danışacağıq. Heyvanlarda qeyri-cinsi çoxalmanın formalarından biri tumurcuqlanmadır. Baxın, burada hidranın tumurcuqlanaraq çoxalması göstərmişdir. Görür ki, bədənin bir hissəsində tumurcuq əmələ gəlir. Bu tumurcuq böyüyür və qopub düşür və ikinci bir hidranın əmələ gəlməsinə səbəb ola bilir. Eyni zamanda mərcan poliplərində də tumurcuqlanma müşahidə oluna bilir və tumurcuqlanaraq yeni bir fərdlərə başlanğıc verə bilir. Və tumurcuqlanma qeyri-cinsi çoxalma forması olduğu üçün təbii ki, yalnız ana fərdin xüsusiyyətlərini daşıyır deyirik. Ondan sonra deyirik ki, fraqmentasiya da qeyri-cinsi çoxalmanın bir formasıdır. Fraqmentasiya və regenerasiya bir-birinə belə deyək də, bağlı bir proseslərdir. Fraqmentasiya o deməkdir ki, tutaq ki, bir soxulcandır. Soxulcanı iki hissəyə böldük. Hərəsindən yeni bir soxulcan əmələ gəldi. Yəni, soxulcanın hər hansı bir fraqmentindən, belə deyək, iki dənə soxulcan əmələ gəldi. Və yaxud da ki, ağ planariya şəkildə göstərilmişdir. İki hissəyə böldük və ondan hərəsindən ayrı-ayrı ağ planarilər əmələ gəlməyə başladı. Eyni zamanda dəniz ulduzunda fraqmentasiya yolu ilə çoxalması burada qeyd olunmuşdur. Və fraqmentasiya ilə çoxalma, belə deyək də, bir sıra canlılarda da müşahidə olur. Məsələn, bağırsaq boşluqlarda deyə bilərik, yassı və həlqəvi qurdlarda deyə bilərik, dərsi canlılarda, məsələn, dəniz ulduzunda deyə bilərik. Məsələn, yassı qurdlardan ağ planariya misal göstərə bilərik, həlqəvi qurdlardan, məsələn, soxulcanı burada misal göstərə bilərik. Və deməli, dərsi canlılardan isə dəniz ulduzunu misal göstərə bilər. Və bu orqanizm səviyyəsində, belə deyək də, regenerasiyadır. Yəni, orqanizm
bir orqanizmi 2 yerə böldün, hərəsindən yeni bir orqanizm əmələ gələcək. Bu oldu orqanizm səviyyəsində regenerasiya və ola bilər ki, orqan səviyyəsində regenerasiya olsun və bəzi canlılarda orqan səviyyəsində regenerasiya var ki, məsələn, bu sürünənlərdə də ola bilər, bəzi suda quruda yaşayanlarda da ola bilər. Məsələn, kərtənkələlərin quyruğu qopdusa, tutaq ki, ilan onun quyruğu, belə deyək də, ona qidalanmaq istədi, quyruğunu qopartdı, o, belə deyək də, qurtulmuş oldu. İlan onun quyruğu ilə qidalanır və kərtənkələlər özü ilə qidalanmadı və ondan sonra artıq regenerasiya yolu ilə burada yeni bir orqan əmələ gələcək ki, yəni quyruq əmələ gələcək ki, bu da deməli orqan səviyyəsində regenerasiyadır. Yəni belə deyək də, quyruqdan yeni bir kərtənkələ əmələ gəlmir. Sadəcə kərtənkələlərin qopmuş quyruğu yenidən əmələ gəlir ki, buna da deyirik ki, fraqmentasiya yolu ilə regenerasiya prosesi baş verdi və yeni bir quyruq əmələ gəldi. Və bu zaman əmələ gələn fraqmentasiya yolu ilə əmələ gələn fərdlər belə ana fərdə bənzəyir və tamamilə onun oxşarı olur deyə bilərik. Və bu hissəyə, bilirsinizmi hissəsinə nəzər salsaq, deyirik ki, molekulyarlar dəniz ulduzları qidalanır və bu balıqçılar da dəniz ulduzlarını məhv etsinlər deyə onları 2 hissəyə bölüblər, atıblar dənizə ki, yəni onlar ölsünlər deyə, amma əksinə dəniz ulduzlarının sayı daha da artmışdır. Çünki dəniz ulduzları fraqmentasiya yolu ilə özlərini bərpa etmişlər. Hər hissədən yeni bir dəniz ulduzu əmələ gəlib, o da molekulyarların daha da çox məhv olmasına gətirib çıxarmışdır. Və öyrəndiklərinizi yoxlayan hissəsinə baxsaq, deyir ki, nə üçün qeyri-cinsi çoxalma nəticəsində yaranan fərdlər ana orqanizmin tam oxşarı olur? Çünki yalnız anadan əmələ gəlir. Cinsi çoxalmada odur ki, atadan bir qamət formalaşır, anadan bir qamət formalaşır. Bunlar birləşdi, yeni bir orqanizm əmələ gəldisə, həm atanın, həm ananın xüsusiyyətlərini daşımış olur. Amma qeyri-cinsi çoxalma zamanı yalnız bir fərd iştirak edir, yalnız ana fərd iştirak edir. Məsələn, soxulcanı mən 2 yerə böldüm, ondan qeyri-cinsi yolla hərəsindən bir soxulcan əmələ gəldi. Burada 2 fərd iştirak etmədi, bir fərd iştirak elədi. Ona görə də təbii ki, burada yalnız ananın xüsusiyyətlərini daşıyacaq. Fraqmentasiya və regenerasiya prosesləri bir-birlərinə necə əlaqəlidir? Hər ikisi, belə deyək də, ortaq xüsusiyyət olaraq məhv olmuş orqanın yenisi ilə əvəz olunmasına kömək edir. Belə qopmuş orqanın yenisi ilə əvəz olunmasına kömək edir və yaxud da ki, bir orqanizmi 2 yerə böldükcə hərəsindən yeni bir orqanizm əmələ gəlməsinə səbəb olur. Üçüncü sual qeyri-cinsi çoxalmaya aid deyil. Tumurcuqlanma, hüceyrələrin çoxsaylı bölünməsi, hüceyrələrin 2-yə bölünməsi bunlar qeyri-cinsi çoxalmaya aid xüsusiyyətlərdir, qeyri-cinsi çoxalmaya aiddir. Yumurta hüceyrənin və spermatozoidin əmələ gəlməsi isə cinsi çoxalmaya aiddir. Çünki yumurta hüceyrə və spermatozoid qametdir və qametlərdə yalnız cinsi çoxalma zamanı əmələ gəlir. Dördüncü sual, qeyri-cinsi çoxalmanın üstün və zəif cəhətləri nədir? Üstün cəhətdə odur ki, yəni burada bir fərdin iştirakı kifayətdir, yəni ikinci bir fərdə ehtiyac yoxdur. Sürətli çoxalma üsuludur. Əgər və yaxud da ki, məsələn, yalnız ananın xüsusiyyətləri mənə lazımdırsa, ananın xüsusiyyətləri üstün xüsusiyyətlərdir və bunun gələcək nəsillərə də ötürülməsini istəyirəmsə, bu zaman təbii ki, qeyri-cinsi çoxalma daha effektivdir. Amma yeni bir xüsusiyyətlər əldə etmək istəyirəmsə, bu zaman bu cinsi çoxalma üstünlük təşkil edir. Olsa daha yaxşı olar, belə deyək. 5-ci sual, ağacların ətrafındakı torpağı yumşaldarkən təsadüfən kürəklə soğulcanları zədələyib ki, hissəyə ayırdıq. Bu zaman nə baş verər? Və burada da göstərildiyi kimi hər bölünmüş hissədə yeni soxulcan əmələ gələcək, yeni soxulcanlar məhv olmayacaq. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar. Sağ olun.